Bugün 10 günlük tətildən sonra yenidən kamera qarşısındayam və məndən soruşsaz ki, 10 günlük tətil sənə nə qatdı? Mən deyərəm ki, birincisi zehni sakitlik. Elə bir zamanda yaşayırıq ki, insanın ən çox ehtiyacı olan şey elə birincisi zehninin sakit olmasıdır. Çünki maddiyyatda, uğurda, hər şey əslində bizim zehnimizin rahatlığından, məhsuldarlığından irəli gələn bir şeylərdir. Və gəlin etiraf eləyək ki, çox təəssüf ki, hal-hazırda bizim zehnimizi dağıdan o qədər çöl dünyada tətikləyici faktorlar var ki, bunlardan ən başda gələn sosial medialarımız, xəbər portalları, tanıdığımız insanların həyat hekayələri və s. Bütün bunlar hamısı informasiyadır və informasiya nə qədər çox məruz qalırıqsa, öz daxili dünyamızdan o qədər çox uzaqlaşırıq. Bu 10 günlük dönəmdə sosial medianı da balansda istifadə edərək beynimdə sanki bir yer açıldı. Ən çox da elə buna ehtiyacım var idi. Çünki keçən il bu zamanlar əslində 2 aya yaxın sosial media detoks etmişdim və bəlkə də həyatımda beynimin, zehnimin ən boş olduğu zamanlar idi. Və həmin dövrlərdə mənim çox yeni və maraqlı ideyalarım yaranmışdı. Amma bu dəfə özümə dedim ki, yox Səbinə, bu dəfə detoks etməyəcəksən. Sosial medianı balansda istifadə etməyi öyrənəcəksən. Çalışdığım qədər məncə bunu bacarmışam. Tətildə olanda bir gün otların üzərində meditasiya elədim və quşların səsi, ağacların altında uzanmışdım. Xoş bir musiqi açmışdım. Təbiətin içində meditasiya edərkən içimə 2 cümlə gəldi. Bunlardan biri o idi ki, zehnimizi çox məşğul etməməliyik. Həmin an bu mənim beynimin düşüncəsi deyildi. Yəni qəlbimə gələn bir cümlə idi və hiss elədim ki, nə qədər çox mən fokusumu itirirəmsə, o qədər çox özümdən uzaqlaşıram. Halbuki bu mən bildiyimi, zənn etdiyim bir şeydir, amma demək ki, bəzən bilsək də bunlara riayət etmirik. Bu bilgi məni çox sakitləşdirdi. Həyatıma təkrardan baxdım ki, aha, mən əslində zehnimi daha az məşğul edə bilərəm. Sonra baxdım ki, mənim zehnimi məşğul edən şeylərdən biri sevdiyim insanlara və onların problemlərinə aşırı dərəcədə sahib çıxmağımdır. Yəni sanki öz problemimmiş kimi sahibləndiyim zaman insanların da sərhədlərinə tam müdaxilə edə bilmirsən. Çünki onların seçimidir, onların təkamülüdür. Sən sadəcə orada fikir deyə bilərsən, kömək ola bilərsən, amma o məsafəni aşa bilmirsən. Belə olduğu zamanda da içində kömək etmə arzusunu tam reallaşdıra bilmirsən. Bu səfər də başqa bir duyğu ilə yüklənirsən. Baxdım ki, mənim zehnimin enerjisini dağıdan ən böyük fikirlərdən biri də elə sevdiklərimə qarşı olan münasibətimdir. Əslində hər kəsin yolunu, orijinal olduğunu bilsək, onları olduğu kimi qəbul etsək, o zaman insan çox rahatlaşır və yüklənmirsən. Meditasiya zamanı ikinci cümlə mənim içimə gələndə qəribə bir hiss və huzur yayıldı bədənimə. Belə bir cümlə gəldi içimə ki, həyat yaşandıqca öyrənilir. Və birdən wow kimi bir hiss yaşadım. Çünki biz istəyirik ki, həyatı öyrənək, sonra yaşayaq. Amma bu mümkün olmur. Necə ki, biz universitetə gedirik, nələrsə oxuyuruq, öyrənirik, amma işi həqiqətən də işlədiyimiz zaman öyrənirik. Sanki həyat da buna bənzəyir. Ön hazırlıq etmək istəsən də, elə prosesin içində əslində bişirsən bir növ. O zaman yaşamaqdan qorxmaq lazım deyil. O zaman səhv etməkdən, təcrübə qazanmaqdan qorxmaq lazım deyil. O zaman yolunda getməyən bir şey yoxdur demək ki. Əgər hər şey mənim öyrənməyim üçün baş verirdisə, o zaman bütün uğursuzluqlar, bütün xəyal qırıqlıqları, bütün qəlb qırıqlıqları, bütün duyğular əslində lazım imiş və mənə bir şey qatırmış. Həyatı öyrənmə dərsi verirmiş mənə. Hətta mən sizə etiraf edim ki, bu meditasiyanı edəndən sonra fərqinə vardım ki, mən uzun zamandır heç zehnimi susturmaq üçün belə xoş atmosfer yaratmıram. Yəni təbiətə gedib, hər şeydən uzaqlaşıb, quşların səsini eşidib, öz daxili dünyama yolçuluq etmirəm. Təbii ki, zamanın içində, anın içində, günün içində kiçik anlar var ki, mən onu özümə ayırıram. Amma sırf meditasiya etmək doğrudan da sanki dünyanın səsini söndürüb öz səsini, bəlkə də qəlbinin, hətta ruhunun səsini açmaqdır. Məncə bunu həyatımızda hamımız ən az həftədə bir, 10 gündən bir mütləq etməliyik. Tətildə daha çox etdiyim davranışlardan biri aktiv idman etmək oldu. Normal həyatımda da hər gün gündəlik yürüyüş edirəm, üzgüçülüyə gedirəm, bəzən at sürürəm. Bunlarla əslində özümü tonusda tuturam, amma tətildə o vaxtın yaranmasından istifadə edib bunu daha çox səhərdən axşama boş qalmaq kimi deyil də,
özümə bir yatırım kimi qiymətləndirmək istədim və orada çox sevdiyim və uşaqlıqdan getdiyim tenisə getməyə başladım. İnanılmaz motivasiya oldum. Hər gün üzürdüm, fitnesə gedirdim, velosiped dərslərinə qoşulurdum. Şəhər içi maşınların ətrafı ilə velosiped sürürdüm və mənim üçün yeni duyğular, yeni həyəcan, yeni aktivlik gəldi həyatıma. Bu isə beynimdə əslində Bakıda olduğum zaman hansı ki məhdudiyyətlər var idi, limitlər var idi beynimdə. Onların bir çoxunu aradan qaldırdım. Məsələn, dünən Bakıya gəlmişəm və artıq bu gün tenisə yazılmaq üçün müəllimə müraciət etmişəm. Bir növ sanki beynində olan neyronlar dəyişməyə başlayır və sənə əvvəl çətin gələn şeylərə indi daha asan baxırsan. İstirahət etdiyimiz zaman, beyində yer açıldığı zaman insan limitlərini yenidən proqramlaya bilir. İstirahətimin içində mənim üçün ən vacib olan dəyərlərdən biri də ailəmlə zaman keçirmək idi. Bilirəm ki, zaman gələcək, illər ötəcək, yaşımız artacaq və biz keçmişə dönüb baxanda bir həyatda qazandıqlarımıza, bir etmədiklərimizə, bir də nəyə zaman ayırdığımıza baxacağıq. Mən baxın o nəyə zaman ayırdığımın içində uşağımın böyüməsinə daha çox şahid olmağa, ailəmlə, yoldaşımla daha çox vaxt keçirməyə çox önəm verirəm. Beləliklə mən həyatımda nə qədər gənc olsam da, məhsuldar olmağa çalışsam da, amma bütün bunların içində ailə dəyərini qorumağa çalışıram. Çünki həyata bağlanma səbəbimiz ailəmizdir. Bəzən bu birinin dostu ola bilər, bəzən bu birinin tanışı ola bilər. Əsas vacib məqam sizi ailə kimi hiss etdirən birilərinin olmasıdır. Və mən düşünürəm ki, insan harda dünyaya köklənə bilirsə, kimin yanında güvəndə hiss edə bilirsə, bu zaman enerjisi artır. Özümüzü güvəndə hiss edirik, tək hiss etmirik. Və mən də bu dəfə ailəmlə yeni xatirələr yaratdım. Hətta bu barədə Instagram səhifəmdə paylaşmışam. Oğlum daş toplayırdı və bu daşları paylaşaraq satış etməyə başladı. Yeni bir təcrübə qazandıq. Bilirəm ki, o da böyüyəndə, bu yaşını düşünəndə burada etdiyimiz bu macəranı həmişə xatırlayacaq. Dördüncü etdiyim məqam istirahətdə olarkən nə yediyimə diqqət etdim. Əlbəttə ki, ara sıra mənim də özümə icazə verdiyim şeylər olurdu, amma bunu balansda etməyə çalışırdım. Yəni mənə görə istirahət etmək, nə gəldi yemək, disiplinsiz yaşamaq, səhərdən axşama yatmaq, tənbəllik etmək demək deyil. O boş vaxtı necə keyfiyyətli keçirim, necə özümə daha çox yatırım edim, necə həm zehnim dincəlsin, həm ruhum rahatlaşsın, həm də bədənimə yaxşı baxım deməkdir. Bütün bunları edən mən Bakıya yeni gəlmişəm və zehnimin içində bir boşluq yaranıb və bu boşluq bilirsiniz mənə nə hissi verir? Yeni işlər görmək arzusu, yeni layihələr etmək arzusu. Artıq mən özümü daha hazır hiss edirəm yeni proyektlər etməyə. Çünki insan yüklü olduğu zaman o yükü boşalda bilmirsə və bu boşaltmağın yollarını tapa bilmirsə, yeni bir şey yaratdığı zaman da həm çox yorulur, həm yarı yolda qala bilir. Bitirməyə enerjisi çatmır və günün sonunda özünü xoşbəxt hiss eləmir. Amma hamımızın həyatında əminəm ki, ən az bir həftə var ki, biz işləmirik, ən az bir həftə var ki, biz sadəcə ailəmizlə ola bilirik. Bunun içini necə doldurmağımız çox önəmlidir. Və bu 10 gündən sonra qərara gəldim. Artıq enerjimi daha doğru şəkildə istifadə edəcəm. Artıq mənə xidmət etməyən düşüncələrə, inanclara, həyata olan baxışa yer ayırmayacağam. Ən azından ayırmamağa çalışacağam. Çünki insan bəzən həyatını müşahidə etmək üçün kənara çəkilməlidir. Özünə üçüncü şəxs kimi həyatına kənardan baxmalıdır və yenidən proqramlamağı bilməlidir. Unutmayın, insan hər zaman dəyişə bilən və hər zaman proqramlana bilən bir məxluqdur. Amma eyni qalmağa çalışmaq, mən buyam demək, özünü bundan artıq təsəvvür edə bilməmək insanı çox limitləyir. Beyin dəyişdikcə, öyrəndikcə və yeni duyğular təcrübə etdikcə zənginləşir və yaşımızdan asılı olmayaraq hər an yeni bir qərar verib dünənkindən daha fərqli həyat yarada bilərik. Bunun üçün bəzən kiçik qərarlar, bəzən günün içində fərqli etdiyiniz bir davranış sizin həyatınıza yenilik qata bilər. İnanın, düşündüyünüz qədər çətin deyil. İnsan bir düşüncəyə bəzən o qədər enerji verir ki, zənn edir ki, sadəcə bu düşüncə var və başqa reallıq mümkün deyil. Amma zehnimizi susturduğumuzda, içimizdəki o yükü buraxanda, o negativ enerjidən uzaqlaşanda insanın içində yaşam enerjisinə yer açılır. Bugün elə bir şey edin ki, beyninizin içində bir yer açılsın. Sizə huzur verən bir yerə gedin, ortamı dəyişin, yeni addım atın, sağlamlığınıza yatırım edin, bir şey oxuyun, öyrənin, həyata dəyər qatın və bu zaman ruhunuzun daha xoşbəxt olduğunu və bu dünyanın daha yaşamalı yer olduğunu görəcəksiniz.